Bir ədəd biskvit bişirməklə dadlı, ləzzətli tort necə hazırladım sizinlə bölüşürəm. Qaba 3 ədəd otaq temperaturunda olan yumurta, 1 stəkan şəkər tozu əlavə edib mikserlə qabana qədər çalırıq. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Yumurta və şəkər tozu yetər qədər qabardıqdan sonra üzərinə 100 ml, yəni yarım stəkan otaq temperaturunda olan süd və 100 ml duru yağ əlavə edirəm. Mikserin aşağı sürətində bir qədər çalıram. Alınan məhlulun üzərinə indi isə quru ərzaqları əlavə edirik. Bir bağlama kabartma, bir bağlama vanildən də istifadə edirəm. 200 qramlıq stəkan ölçüsü 1 stəkan unu əliyərək əlavə etdik. Üzərinə təpələmək 2 xörək qaşığı kakaonu da əliyərək əlavə edirik. Həmişə olduğu kimi quru ərzaqları əlavə etdikdən sonra mən mikserdən istifadə etmirəm. Çırpma teli ilə altdan yuxarı gördüyünüz formada alınan kütləni söndürmədən qarışdırırıq. Xəmir artıq hazırdır. Xəmirin qatlığı bu formada olmalıdır. Mən bu gün biskviti hazırlayarkən diametri 24 sm olan kələfsəl tavadan istifadə edirəm. Əgər sizdə kələfsəl tava yoxdursa, hər hansı bir istifadə etdiyiniz tavadan istifadə edə bilərsiniz. Bu arada əgər hazırlamış olduğunuz biskvitin sönməməsini istəyirsinizsə, tavanın kənarlarını yağlamadan içərisinə sadəcə yağlı kağız sərib öncədən isidilmiş sobada 180 dərəcə temperaturda 50-55 dəqiqə müddətində biskviti bişirdik. Sobadan çıxardıqdan sonra çöplə yoxlayırıq. Əgər çöp biskvitin içərisindən tam quru çıxarsa, deməli hazırdır. Tel üzərinə tərs çevirib tam 2-3 saat müddətində soyumasını gözləyirik. Bu arada 2 ədəd sadə krem şanti və 1 stəkan soyuq südü qaba alaraq mikserlə çalırıq. Krem şanti ilə hazırlanan krem tez toparlanır. Gördüyünüz kimi artıq hazırdır. Tortda istifadə edəcəyim 2 ədəd bananı hissələrə ayırıb xırda-xırda doğrayıram. 100-150 qram şokoladı xırda-xırda doğrayırıq. Doğradığım banan və şokoladı kremin üzərinə əlavə edib yaxşı qarışdırırıq. Krem hazır olduqdan sonra qoyuruq kənara. Otaq temperaturunda 3 saat müddətində soyuyan biskviti rahatlıqla tavadan çıxarırıq. Biskviti hissələrə ayırmağa ehtiyac yoxdur. Sadəcə kənar hissələrdən təxminən 2-3 sm qala biskvitin üst hissəsini sanki papaq formasında kəsirik. Elə kəsirik ki, biskvit alt hissədən belə zədələnməsin. Həmin hissəni çıxarmaqdan ötəri üzərində də kəsiklər atıb ehtiyatla üst hissəni çıxarırıq. Çox dadlı, gözəl və kövrək bir biskvit alındı. Alınan hissəni israf etmirik, üzərində istifadə edəcəyik. Biskviti istədiyimiz formaya saldıqdan sonra qeyd etdiyim kimi içərisindən çıxan hissəni qoyuruq kənara, sonda istifadə edəcəyik. Hazırlamış olduğumuz kremin bir qismini biskvitin içərisinə əlavə edib hər tərəfinə bərabər yayırıq. Geri qalan kremi də əlavə edib eyni qayda ilə hamarlayırıq. Sonda üzərinə içərisindən çıxan biskvitin qalıqlarını əlavə edirik. Sonda üzərinə mən azca kakos əlavə etdim. Beləliklə tortumuz hazırdır. Yaxşı olar ki, bir neçə saat otaq temperaturunda və ya soyuducuda gözlədikdən sonra süfrəyə verəsiniz. Həmişə olduğu kimi mənim vaxtım olmadığından elə dərhal dilimləyib iç görüntüsünü sizlərlə bölüşmək istəyirəm. Qeyd edim ki, bananın yerinə hər hansı bir mövsümi meyvədən də istifadə edə bilərsiniz. Məsələn, çiyələk, kivi, portağal və s. Tez zamanda ərsəyə gələn dadlı, ləzzətli dondurma dadında bir tort oldu. Sizlər də könül rahatlığı ilə hazırlayıb nuş edə bilərsiniz. Bu günlük bu qədər. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Hələlik.